Bax bu günləri 2026-cı il 29-u martın bax təbiətin oynaşında, təbiətin oyanan vaxtı, mart bayram ayıdır. Biləsuvarın Xırmandalı kəndindir. Gör nə gözəl, həqiqətən təbiətin oyanması həqiqətən adamı qürurlandırır. Bu günləri əsgər qonaqlığıdır. Bax Amin qardaşımız hərbi xidmətə yola düşməmişdən öncə özünə borc bilir ki, getsin vətən uğrunda canından keçən qanı ilə tarix yazan, təki vətən sağ olsun deyən şəhidlərimizin məzarını ziyarət edir və gələcək inşallah əsgərlik qonaqlığı, gözəl dəqiqələr, gözəl saatlar qarşıdadır hələ. Ancaq ilk öncə boyunda olan borcu icra edir. Allah şəhidlərimizə rəhmət, qazilərimizə şəfa, veteranlarımıza can sağlığı versin. Dediyim kimi hal-hazırda Biləsuvarın Xırmandalı kəndində gözəl bir gündür. Hərbi xidmətə yola düşməmişdən öncə əsgər qonaqlığı hər bir yer, bölgədə adət, ənənə olduğu kimi Biləsuvarın Xırmandalı kəndində. İlk öncə gənclərimiz üç rəyli bayraq əldə şəhidlərimizin ziyarətinə gedirlər. Allah şəhidlərimizi rəhmət eləsin. Maşallah gözəl bir gündür. Bu gün həqiqətən Biləsuvar qəhrəmanlar deyəri olduğu kimi qəhrəmanlığını da bu gün əsgər qonaqlığında göstərir. Bu gün hərbi xidmətə yola düşməmişdən öncə özlərinə borc bilən gənclərimiz başımızın tacı olan, haqqı ödənilməyən şəhidlərimizin məzar ziyarətinə gedilir. Allah cəm şəhidlərimizi rəhmət eləsin. Qazilərimizə şəfa, veteranlarımıza can sağlığı versin. Üç rəyli bayrağın dalğalanması üçün canından keçən qəhrəman şəhidlərimizin ruhu qarşısında baş əyirik. Hamı ehtiram ediyor. Dönədik. Azərbaycana. Şəhidimiz vətən uğrunda canından keçən vurğun. Allah ruhunu şad eləsin. Signal ver. Ekran bəyənməsi də. Ay maşallah, ay maşallah. Allah cəm şəhidlərimizi rəhmət eləsin. Qəhrəman şəhidlərimizi hər bir xeyir işlərimizdə dərhal ziyarətini eləməyi özümüzə borc veririk. Qaydanda deyərik, signal veririk. Dünyada değerli, dünyada değerli. Üstün içine dön. Yok, sola dön, sağa dön, sağa. Sen dörsen. Ceyhun olsa, şehirde. Çok güzel bir mənzərədir ki, yüksəkli bayrağın dalğalanarak şəhidlərimizin ziyarətinə gedirik. Allah cəm şəhidlərimizi rəhmət eləsin, qazilərimizə şəfa, veteranlarımıza can sağlığı. Asfalt